aile kiçik bir dövlətdir. Çünki bugün böyük bir dövlət kiçik ailələrdən belə deyək, təşkil olunub ki, gəlib bugün bir dövlət halına. Ona görə də bugün biz dövlət də həmçinin bugün bütün dövlətin nüfuzlu şəxsləri, ziyalıları da çalışmalıdır ki, ailə dəyərlərinin qorunması üçün mübarizə aparmalıdır. Peyğəmbərimiz buyurur ki, hər bir şəxs evlənəndə ya qızın gözəlliyinə görə evlənir, ya onun varına görə, ya da dininə görə. Yaxşı olar ki, buyurur ki, dinə görə, əxlaqa görə, yəni hər hansı bir xanımı seçin, evlənin. Yəni yaxşı olar ki, insanlar ailə quranda düşünsünlər ki, mən bu şəxslə evlənirəmsə, bu şəxsin valideynləri mənə etibar edib bu qızı, mənə əmanət edib. Gələn mən də o əmanətə xəyanət etməməliyəm. Necə ki, Peyğəmbərimiz Quranı, Əhl-i Beyti bizə əmanət verdi. Bismillahirrahmanirrahim. 114 TV-nin daimi izləyicilərini salamlayırıq. Mənəvi dəyər proqramı yenə də efirdədir. Həmişə olduğu kimi bugün də çalışırıq inşallah sizə faydalı, əhəmiyyətli bir mövzu təqdim edək. Bugün ailə dəyərlərindən danışılacaq. Evlənmə, izdivac, evlilik barəsində bu işin əhəmiyyəti barəsində söhbətimiz olacaq. Həm söhbətim əziz qonağım Lənkəran rayonundan təşrif gətirib. Lənkəran rayonu Daşlatürk kəndinin məscidinin dini icma sədri və imamıdır. Şahid Babayev bizimlədir. Salamlayıram sizi. Xoş gəlmisiniz. Xoş gördük. Necəsiz? Sağ olun. Təşəkkür edirəm. Bizim o ildə obada, bizim əziz rayonumuzda, Lənkəran rayonunda necədir vəziyyət? Salamatçılıqdır. Hamısının salam duası var sizlərə. Təşəkkür edirik. Allah razı olsun, dəvətimizi qəbul edib gəlmişsiniz Şahid müəllim. Borcumuzdur. Və əhəmiyyətli bir mövzu da inşallah götürmüsünüz. Ailə dəyərləri. Günümüzdə bugün biz adətən müşahidə edirik. İnsanlar şikayətlənirlər, boşanmaların sayından şikayət edirlər, ailələrdə olan söz-söhbətlərdən gireylənirlər. O baxımdan da dinin əsas, belə deyək ki, vacib buyurduğu məsələlərdən biri də ailə məsələləridir. Ailə məsələləri ümdə yer tutur. O baxımdan din xadimləri bu məsələyə toxunmasalar əlbəttə olmaz. Yəni, hekayələr, qissələr, təbii ki, danışmaqla və yaxud da müxtəlif məsələlərdən, tarixi məsələlərdən danışmaqla əlbəttə bu din xadimi öz vəzifəsini bitmiş hesab etməməlidir. Təbii ki, tarixi məsələlərdən nümunələr gətirə bilər, danışıla bilər. Quran-ı Kərimin elə bu yolu budur, xətti budur, tarixdən də danışır. Amma Quran-ı Kərim ailə məsələlərinə də yer verir, ailədən də danışır, ailənin müqəddəsliyindən də və s. və ilə axır. Bugün inşallah sizdən də istəyimiz budur. Bu gözəl və vacib, əhəmiyyətli məsələ haqqında fikirlərinizi bölüşəsiniz. Bizim izləyicilərimiz də izləsinlər, paylaşsınlar, faydalı olacaq inşallah. Buyurun. Əvvəla çox sağ olun ki, bizi dəvət etmişsiniz. Bu mövzu həqiqətən də sizin sözünüzə əsasən aktual bir mövzudur. Cəmiyyətimizdə bu mövzu demək olar ki, əhəmiyyətli olar inşallah. Çünki ailəsiz insan yaşaya bilməz. Çünki insan əgər ümumiyyətlə tənhalıq insan üçün çox belə çətin bir vəziyyət gətirə bilərdi. O nöqteyi nəzərən Allahın izni ilə, yəni Adəm ilk Peyğəmbərimiz Adəm yaranandan sonra Allah Teala ona münis olaraq qadın, yəni Həvvanı yaratdı ki, yəni yol yoldaşı olsun. Yəni həm də ki, Quran-ı Kərimə biz nəzər yetirəndə Allah Təbarək və Teala Quran-ı Məcidin Ər-Rum surəsinin 21-ci ayəsində buyurur ki, وَجَعَلَّ بَيْنَكُمْ مَوَدَّةً وَرَحْمَةً. Allah buyurur həmin ayədə biz hər iki, yəni gənc olaraq, cütlük olaraq, yəni bu qadın və kişi arasında mərhəmət, sevgi yaransın deyə onları biz xəlq etdik. Bu ayədən biz görürük ki, demək, ailə olmadan, yəni istər kişi tənha yaşaya bilməz, istər qadın. Yəni hər ikisi, yəni bunlar tənha yaşaya bilməz. Ona görə də cütlük, yəni bu bir Allahın fitrətən insan, belə deyim, insan yaradılışında bu yaranıb. Amma ailə məsələsində maraqlıdır. Toxunanda da orada məvəddət, bəli, sevgi məsələsi. Bəli, çünki sevgi məsələsi. Bugünkü məsəl üçün biz keçmişlə bugünü müqayisə edəndə görürük ki, ailə
dəyərlərin bugün qeyd elədiyiniz kimi boşanma sayının çoxalması, vaxtilə bu boşanma sayılar bu qədər geniş vüsət tapmamışdı. Amma indi niyə bu geniş vüsət tapıb? Yəni bunun gərək biz səbəblərini araşdırmalıyıq. Keçmişdə validenin izni ilə evladlar evlənirdi. İstər oğlan, istər qız, valideyn nə desə o olmalıydı. Amma bugün belə deyil. Bugün valideyn heç xəbəri olmadan görürsən evladlar bir-birinin həm sosial texnologiya dövrüdür, sosial şəbəkələrdə bir-birini görürlər və bir-birinə tanış olurlar, evlənirlər. Və ən sonunda xəbər tutan valideyn olur. Bəli, sonda xəbər yapar və eyni zamanda da bu ailələrin dağılması da elə buradan başlanır. Çünki bunlar gəncdir, bir-birini görən kimi gözəlliyinə aşiq olurlar və yaxud da hər hansı bir, belə deyək, varına, puluna aşiq olurlar, gedirlər və sonra əziyyəti çəkən onun valideyni olur. Ailə boşanmaların sayının bugün çoxalmasının bizim bugün cəmiyyəti də narahat edir. Yəni çoxalma, ailə, yəni bugün belə deyək, sayının çoxalması. Biz baxaq Qurana. Allah Quran-ı Məciddə Nisa surəsində buyurur ki 35-ci ayədə: "Və in xiftum şiqaqa beynihima fab'athu hakama min ahlihi və hakama min ahliha." Baxın nə deyir bu ayədə? Allah Təbarək və Teala bu ayədə buyurur ki, əgər bu cütlük arasında olan ixtilaflar ki baş versə, o zaman kişi tərəfdən və xanım tərəfdən bir münis, belə deyək, ağsaqqal seçilməlidir və bunlar arasında hakim kimi onlar seçilib və onlar arasında həmin o ixtilafa son qoysunlar. Yəni ailə daxili bu məsələni boxsunlar. Hər hansı bir ailədə ki ixtilaf baş alır, istər qadın və yaxud kişi tərəfdən bu baş verirsə, ağsaqqal, ağsaqqal məsələyə qarışmalıdır. Bəli, qarışmalıdır ki, məsələni həll etsin elə ailə daxili. Bugün bunu geniş vüsət tapmaq, hər hansı bir ümumi cəmiyyətə bu kimi ailə boşanma sayılarının çoxalması doğru deyil. Mənim ailəmə heç kim müdaxilə etməməlidir. Yəni belə bir hal olanda mənim ailə məsələmdə heç kimin ixtiyarı yoxdur və hər kəs də deyib belə yanaşır ki, mənim nəyimə görə cəmaatın işinə qarışam. Ümumiyyətlə dinimizdə bu haldır. Bəli, müəllim, dinimizdə bu bəyənilməyən bir işdir. Yəni cəmiyyət olaraq məsələn hərəmiz deyir ki, mənim nəyimə gərək. Elə bizim nəyimizə gərək deməklə biz cəmiyyət olaraq çox geriyə getdik. Amma vaxtilə belə bir söhbət yox idi. Hər hansı bir, məsəl üçün, Üzqar dağ kəndlərdə də belə hadisələr baş verəndə kətdə olan nüfuzlu şəxslər, sözü gedən ağsaqqallar gedərdi orada ailədə danışardı, məsələni elə orada boğardılar. Amma indi elə bir dövrdür ki, indi belə deyək də, ölkəmizin hər hansı bir, belə deyək, Üzqar dağ rayonlarında, kəndlərində baş verən ailə söhbəti görürsən ki, bütün millət xalq bildi bunu. Amma keçmişdə belə bir söhbət yox idi. Elə orada boğurdular. Söz-söhbət ixtilafa da son qoyulurdu. Mənə olur ki, bilirlər, üzr istəyirəm, bilirlər, hamı eşidir və hamı bir-birindən danışır. Bu sadəcə qeybət şəklində və problem də həllini tapır. Amma nə yaxşı olmazdı ki, o həmin o söhbəti dilinə gətirənlər, müzakirə edənlər ki, var çay evlərində otururlar. Adətən indi biraz biz o xoşa gəlməz halları adətən dilə gətiririk. Yaxşı hallar da var təbii ki, ona da toxunarıq. Amma orada oturan ağsaqqallar ki var, onlar məsələyə qarşısın, gəlsin, desin, mənim balam bir nəsihət eləsin. Bəlkə onun sözü keçsin. Keçər, bu düşünmür, dərk eləmir, bunlar iki nəfər ancaq mübahisə edirlər. Amma burada bir tanınmış, nüfuzlu, ağsaqqal və yaxud ağbirçə insan gəlsə, onlara tövsiyə eləsə, nəsihət eləsə ki, bu əksər hallarda öz effektini verirdi, müsbət effekt verirdi. Amma indi hamı başını çəkir bu yana mənim nəyimə lazım deyir və ona görə də boşanmaların sayı şikayətlənir ki, çoxdur. Bu amillər var da, bunu dilə yetirmək lazımdır. Buyurun. Baxın, əgər hər bir gənc olaraq, məsəl üçün xanım olsun, bəy olsun, əgər o insan Qurandan məlumatlı olsa, dinimizdən məlumatlı olsa, yəni dini maarifləmə o gənclərdə olsa, mən deyərdim ki, yaxşı olardı ki, bizim bu gənc nəsil hələ evlənməmişdən öncə, o necə ki, hərbi xidmətə biz gedəndə bizə əskərin vəzifəsi olan bir kağız verərdilər ki, yəni hər bir hərbi xidmətə gələn öz əskər olaraq vəzifəsini bilsin. Evlənməmişdən öncə də gərək həmin o gənclər ailə qurmamışdan qabaq, gərək o ailənin hüquqlarını bilməlidir. Mən hazıram bu xanımla evlənirəm və yox, xanım da qarşı tərəfdə fikirləşməlidir ki, mən bugün gedirəm kimisə evinə, evlənirəm, ailə həyatı qururam. Bu
şəxslə mən yaşaya bilərəm ya yox, öncədən səbəblərini bilməlidir ki, sabah o vəziyyət gəlib çıxmasın. Baxmırlar, oxşarlığı var ya yoxdur. Bu, məsəl üçün, bəzən kasıb bir şəxs, cavan oğlan gedib bir də varlı qızla evlənir, varlı, imkanlı bir, çoxu imkana baxır da. Məsələn, dinimiz bəyənmir bunu. Düzdür, gözəllik, var dövlət, bunlar hamısı gözəldir həyatda, yəni insan yaşayışı üçün. Amma belə deyək ki, mənim məqsəd o olmamalıdır da. Yəni, amma məqsəd o olmamalıdır. Yəni bunlar gözəldir, amma Peyğəmbərimiz gözəl deyir. Deyir ki, filan kəsin atası yaxşı vəzifədədir. Amma vəzifə müvəqqətidir. Sən o atasınla ailə qurmursan axı, biraz ifadə düzdür. Yəni valideyn bu gün uşağını təhrik edir ki, filan kəsin atasına bax gör harda işləyir, sənə də bir əlindən tutar filan. Ged onun qızını al. Bax bu bir həqiqətən də var, belə məsələlər var. Əslində baxanda, yəni Peyğəmbərimiz buyurur ki, hər bir şəxs evlənəndə ya qızın gözəlliyinə görə evlənir, ya onun varına görə, ya da dininə görə. Yaxşı olar ki, buyurur ki, dinə görə, əxlaqa görə, yəni hər hansı bir xanımı seçin, evlənin. Ki sabah o var dövlət əlindən çıxanda özünü necə göstərəcək? Səbri olacaq, təmkini olacaqmı, yoxsa deyəcək ki, vəssalam, bağda əlik var idi, salam mələk var idi, yoxun, indi vəzifədən çıxılmısan, pulun yoxdur, mən səni neyinirəm? Bəli, söhbət odur da, yəni bu bilməlidir ki, məsəl üçün, hər bir şəxs bilməlidir ki, mən bugün vəzifəyə görə evlənirəmsə, kiminsə qızı ilə, sabah ola bilər ki, o qızın atası, yaxud hər hansı bir yaxını o vəzifə müvəqqəti çıxıb gedəcək. Gözəllik də gedəcək, yəni 40-50 yaş gözəllik gedir. Əgər gözəlliyə aşıq olmuşsansa, o gözəllik də itəndən sonra o arada soyuqluq yaranacaq və soyuqluq da yavaş-yavaş gətirir həmin o boşanmağa tərəf. Peyğəmbərimizdən bir hədis var ki, buyurur ki, və təzəvvəzü, yəni evlənin, ailə qurun. Sonra buyurur ki, və lə tutalliqu, talaq verməyin. Fə innə talaq, həqiqətən talaq, buyurur ki, təhizzu minhul ərş. Həqiqətən talaq kim verirsə, o zaman bilsin ki, ərş titrəyər bu hadisədən. Düzdür, talaq vermək dinimizdə halaldır. Amma Allahın yanında belə deyək də bəyənilməmiş bir halal, yəni bir əməldir bu. Yəni yaxşı olar ki, insanlar ailə quranda düşünsünlər ki, mən bu şəxslə evlənirəmsə, bu şəxsin valideynləri mənə etibar edib bu qızı, mənə əmanət edib. Gəlin mən də o əmanətə xəyanət etməməliyəm. Necə ki, Peyğəmbərimiz Qurana, Əhl-i Beyti bizə əmanət verdi. Peyğəmbər bizim mənəvi atamızdır. Bugün də qaynata da Peyğəmbər nə deyir? Qaynata, qaynana hər bir şəxsin valideyni kimidir. Necə ki, ata, anam mənim valideynimdir. Çünki mənim gələcək evladlarımın babası, nənəsi sayıldığı üçün onlar da mənim bir tərəfdən valideynlərimdir. Ona görə də əgər sən bugün onun evladını gətirirsən evinə, sabah düşünməlisən ki, sən də sabah evlad sahibi olarsan, sabah sənin də bir qızın olacaq, sən qızını versən, sənə qarşı belə bir təzyiqlər olsa, sən qızına qarşı, sən necə bunun qarşısında durarsan? Ona görə insan çünki İslam dini təfəkkür dinidir. İnsan sağlam düşünsün, əqllə düşünsün ki, mən addım atıram. Allah Quranda deyir ki, فَاَيْنَ تَذَّبُونَ hara gedirsiniz? İnsan bir addımı atanda düşünməlidir ki, mən bu addımı atıram. Bu addım məni hara çıxardacaq? Nə ilə nəticələnəcək? Bu işin dalınca gedirəm. Hər bir insan bunu bilsə, dərk eləsə, məncə bu ailə həyatı bütün məsələlərin önündə durur. Həm də ki, belə bir söz var, deyim var ki, deyir, sağlam ailə, sağlam cəmiyyət deməkdir. Bugün biz cəmiyyətin sağlamlığını düşünürüksə, ailələrdən başlamalıyıq bu sağlamlığı. Hətta dövlətimizin də sütunu, möhkəm sütunlarından biri ailə dəyərlərdir. Hətta biz orta məktəbdə oxuyanda müəllim demişdi ki, ailə kiçik bir dövlətdir. Çünki bugün böyük bir dövlət kiçik ailələrdən belə deyək, təşkil olunub ki, gəlib bugün bir dövlət halına. Ona görə də bugün biz dövlət də həmçinin, bugün bütün dövlətin nüfuzlu şəxsləri, ziyalıları da çalışmalıdır ki, ailə dəyərlərinin qorunması üçün mübarizə aparmalıdır. Və ailələrdə olan, belə deyək, negativ halların qarşısını almağa cəhd eləməlidir. Yəni deməməlidirlər, mənim nəyimə lazım, qonşuda ailə boşanma var, mənim nəyimə lazım. Düzdür, indi bəzilər bəyənmir bunu. Sən kimsə mənim ailəmə müdaxilə edirsən. Əslində biz bu sözlə razılaşmamalıyıq. Gələr mübarizə aparmalıyıq. Bir söz var, deyir, Peyğəmbərimiz bir gün sahabalara dedi ki, təsəvvür edin ki, gəmidəsiz. Bir dəstə cəmiyyət, deyək ki, 20 nəfər, 30 nəfər gəmidə oturub. Gəmi ilə gedirsiniz. Bu 30 nəfərin içində biri mıxla götürüb öz oturacağın yerini deşir.
bir nəfər, bu 30 nəfərdən etiraz edirdi ki, ay qardaş, buranı deşmə, buranın sən bizim üçün təhlükə var da, eləmə. Deyir ki, yox, bura mənimdir, bu yeri almışam. Yer Mən mənimdir. oturduğum Bəli, yerdə mənim sən- oturacağım yerimdir. Sən kimsə mənim işimə müdaxilə olursan, ətrafda deyir ki, buna ki, sən niyə deyirsən, sənin nəyinə lazımdır, sən öz başına ağrıdırsan. Öz yeridir, özü bilər öz yerinə. Zaman keçər, həmin o deşik olan yerdən su yavaş-yavaş gəmiyə dolar.